Rəqsanə, yenidən səni salamlayıram. Buyur, söz səndədir. Salam Çınarə. Bəli, qeyd elədiyin kimi ekoloji təmiz nəqliyyat vasitələrinin qiymətində hazırda artım müşahidə olunur və bilirik ki, həmin avtomobillərə güzəşt tətbiq olunmuşdu və artıq həmin güzəştə yanvarın 1-dən etibarən qüvvədən düşdü və elə məhz bu səbəbdən dolayı bəzi nəqliyyat vasitələrinin elektrik və hibrid avtomobillərin qiymətində hazırda artım müşahidə olunur və bu artım nə vaxta qədər davam edəcək və insanlar avtomobil almaq istəyirlərsə hansı üsullara başvura bilərlər, iqtisadi baxımdan, yəni bu sferada bizi nə gözləyir? Bununla bağlı detallı informasiyaları əldə etmək üçün elə qonağıma sualı ünvanlayacağım. Hazırda qonağım iqtisadçı Elçin Rəşidovla birlikdəyik. Xoş gördük Elçin bəy. Buyurun, suallarımıza cavabı sizdən eşidək. Əlbəttə, bu avtomobillərin qiymətində indi bu güzəştlər ləğv edildikdən sonra həmin ekoloji təmiz avtomobillərin qiymətində 20-30% artım gözlənəcək. Çünki burada ƏDV var, rüsum var, elə bir ki, onlar bərpa olunur, eyni zamanda aksiz vergisi bəzilərinə bərpa olunur. Bundan əlavə Azərbaycandan əlavə Çinin özündə də ixracında bu avtomobillərin yeni problemlər əmələ gəlir. Əvvəldən də vardı belə qayda, amma buna əməl edilmirdi. İndi 6 ay əgər avtomobilin istehsalından vaxt keçmirsə, orada müəyyən idxal güzəştləri var ki, həmin güzəştlər tətbiq olunmur. Yəni çox yeni avtomobilin deyək ki, orada ixracı ilə bu 6 ay keçmiş avtomobilin ixrac qaydaları arasında fərqlər var. Ona görə o məsələdə də bir əlavə çətinlik əmələ gələcəkdir. Bu da toplanacaqdır. Amma burada mənim əsas bir də demək istədiyim odur ki, yəni bu qaydalar bizim özümüzdə daxildə çox da keçmişdə deyil. Nisbətən bir neçə il bundan qabaq, 2-3 il bundan qabaq qəbul edilmişdi. Yəni onun səbəbləri vardı və həmin səbəblər heç də aradan qalxmayıbdı. Yəni indi bunun tez-tez belə dəyişdirilməsi iqtisadiyyatı geri salır. Bu da iqtisadi itki əmələ gəlir. Bizim iqtisadiyyatımız buna görə ödəməyimiz buna görə kiçilir. Yəni mən ümid edirəm ki, gələcəkdə bu cür vergi və gömrük rüsumları ilə bağlı qərarları verənlər gələcəkdə daha peşəkar davranarlar və ümumi iqtisadiyyatın həcmini, iqtisadiyyatın maraqlarını nəzərə alırlar. Bəs bu avtomobil qiymətlərində olan artım iqtisadi baxımdan ölkəmiz üçün hər hansı bir geriləmə və yaxud da irəliyə yönümlü hər hansısa bir müsbət nəsə vəd edirmi? Biz idxalçı ölkə olduğumuza görə təbii ki, bu bizim üçün inflyasiya vəd edir. Eyni zamanda bizim əhalinin deyək ki, müəyyən bu avtomobildən istifadə edərək müəyyən iqtisadi fəallıqlar olacaqdır. Həmin fəallıqların azalmasını vəd edir. Eyni zamanda belə bir məsələ bir də bu belə bir güzəştlərin tətbiq edilməsində, xüsusən də şəhər ekologiyasında bir yaxşılaşma vəd edirdi və biz əslində bunu nisbətən hiss edirdik son vaxtlar. Yəni elektrik avtomobillərinin, hibrid avtomobillərin çoxalması biraz şəhər ekologiyasına müsbət təsir etmişdi. İndi həmin müsbət təsir dinamikası biraz mənfiyə doğru gedəcək. Təşəkkür edirəm informasiyaları bizlə paylaşdığınız üçün. Elə ekspertimizin dediyi kimi də, yəni son illərdə əsasən ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verilməsinə yönləndirilirdi insanlar və elə bu istiqamətdə də insanlar hibrid və elektrik avtomobillər alırdılar ki, qiymətlər nisbətən insanları hardasa qane edə bilərdi, amma indiki məqamda elə qiymətlərin bahalaşması yenidən insanları daha münasib qiymət üçün əvvəlki elə istiqamətə yönləndirir ki, bu da bir qədər çətinlik yarada bilər, sırf elə ekoloji baxımdan və təbii ki, inflyasiyanın vəd olunması da burada qaçılmazdır. Yəni inflyasiyada vəd olunur və elə bu baxımdan da irəliləyən dövrdə qiymətlərin daha da artacağı proqnozlaşdırılır. Çatdıra biləcəklərimiz isə bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatları bizə çatdırdığına görə.